Bismillahirrahmanirrahim. Allahım, bu mübarək cümə gününün hörmətinə səndən diləyirik. Qəlblərimizə nur, ruhlarımıza huzur ehsan eylə. Ya Rəbbim, evlərimizə, ruzumuzu qazandığımız yerlərə bol bərəkət ver. Həyatımızı halal və xeyirli qismətlərlə doldur. Ehtiyaclarımızı öz dərgahından qarşıla. Bizi gözlənilən bəlalardan, qəfil gələn çətinliklərdən və hər növ zərərli işlərdən uzaq eylə. Dara düşənlərə kömək ol, çətin vəziyyətdə olanlara nicat ver. Kədərləri sevincə, qorxuları əminamanlığa çevir. Ailəmizi, övladlarımızı və sevdiklərimizi hifz eylə. Onları hər cür pislikdən qoru. İlahi, qılınan namazları, edilən duaları qəbul et. Dünya və axirətdə bizə xoşbəxtlik və əminamanlıq nəsib eylə. Amin, ya Rəbbəl aləmin.